Nişanlıma qaynanam öz bacı qızını almaq istədi. Həmişə deyir ki, qoy özümünkü olsun, bilim ki, yad adamı gətirməmişəm. Amma nişanlım məni sevib, mənlə nişanlanıb. Bu günü belə qaynanam mənə deyir ki, mən elə Aygün almaq istəyirdim. Heyf ki, oğlum səni seçib. Bir qaynananın gəlinə bunu demək nə qədər düzgündür? Bir özünüz fikirləşin. Şükür ki, bu qohum evliliyi söhbəti bağlandı ölkəmizdə. Qanunla qadağa olundu. Vaxt qohum evlilikləri məcburi halda olurdu. Çünki qarşı tərəfin ya qız tərəfi, ya oğlan tərəfi məcbur olunurdu və yaxud da ki, hər iki tərəf çox nadir hallarda bir-birlərini sevib evlənirdilər. Bu qohum evliliyinə görə nə qədər də xəstə uşaqlar dünyaya gəlib, o uşaqların da həyatını bərbad günə qoyurdular. Bundan savayı nə qədər ailələr dağılıb ki, yenə bax bu xanımda olduğu kimi öz qardaşı qızın, öz bacısı qızın almaq istəyib oğluna və ya gəlinin boşadıb gedib təzədən onu alıb. Yəni belə şeylər çox rast gəlinəndir. Bəs siz qohum evliliyinə necə baxırsınız? Fikirlərinizi qeyd eləyərsiniz. Bu günlük bu qədər. Hələlik özünüzə yaxşı baxın. Videonu bəyənib məni takip etməyi unutmayın.